Mitinqlərdə biclər necə vurulmalıdır? Ümumiyyətlə, bitkilərin böyümə və inkişaf dövründə, ən çox da məhsula düşən dövrdə, gördüyünüz pomidor bitkisində məhsulla yanaşı həm də əlavə tumurcuqlardan əmələ gələn biclər dediyimiz orqanlarda çıxır. Həmin orqanların bitkinin qidasına şərik olduğuna görə, əlavə yük olduğuna görə o biclərin vurulması vaxtaşırı olaraq, ardıcıl olaraq vurulması məsləhət görülür. Biclər əsasən yarpaq qoltuğunda yerləşir. Qeyd etdiyim kimi əlavə tumurcuqdan əmələ gəlir və o bitkinin böyümə və inkişafında müəyyən qədər bitkiyə yük olur. Bu məqsədlə vaxtaşırı olaraq böyümə, inkişaf dövründə bitkidə həmin aqrotexniki əməliyyatlardan biri olan biz vurulması vaxtında aparılması məqsədə uyğundur. Və bu işlərin həyata keçirilməsində bizim 3-cü kurs tələbəmiz Talıbov Abdüləzim necə vurulması qaydasını göstərəcəkdir. Yəni, çox sadə yolla qoparılır. Qeyd olunduğu kimi, biz vurma əməliyyatı deyiləndə çox asanlıqla qoparılan vegetativ orqanlardır ki, onları bizim tələbəmiz artıq icra eləyir, gördüyünüz kimi. Və bu qoparılma bitkinin böyümə və inkişafı üçün çox müsbət bir haldır və bunun icra olunmasına elə bir artıq zəhmət tələb olunmur. Amma onun vaxtını keçirdikdə isə sonda əlbəttə bizə yenə də iqtisadi baxımdan zərər verə bilər. Gördüyünüz kimi çox asanlıqla qopur, çox kövrək olur onlar. Asanlıqla qopulur. Hər dəfə də təmizləndikdən sonra təkrar o əmələ gəlmir. Amma böyümə getdikcə əlbəttə o yuxarı hissələrdə yarpaq qoltuğunda həmin biclər çıxacaq. Deməli, onun vaxtında vurulması məqsədə uyğundur.